Einstein'dən tez-tez soruşulan Tanrıya inanırsınızmı sualına hər dəfə eyni cavabı verirdi. Mən Spinoza'nın tanrısına inanıram. Bəs Spinoza kim idi və o necə bir tanrıdan bəhs edirdi? Hollandiyalı filosof Baruch Spinoza 17-ci əsrdə yaşamış, Descartes ilə birlikdə müasir fəlsəfənin banilərindən biri sayılır. Amma onu fərqləndirən əsas məqam Tanrıya baxışı idi. Spinoza Tanrını cəza verən, hesaba çəkən və ya yuxarıdan əmr yağdıran bir qüdrət kimi yox, təbiətin özü ilə bir olan, sevgi ilə qucaqlayan, hər şeyin içində yaşayan bir varlıq kimi görürdü. Einstein məhz bu tanrını sevirdi. Spinoza'nın tanrısı deyir: "Dua etməyi dayandırın. Mən sizdən yalvarış yox, həyatı dolu-dolu yaşamağınızı istəyirəm. Mahnı oxuyun, sevin, toxunun, görün, hiss edin. Mən sizin mənim üçün tikdiyiniz soyuq daş binalarda deyiləm. Mən dağlardayam, dənizlərdə, küləkdə, günəşdəyəm. Mən yeni doğulmuş bir körpənin təbəssümündəyəm. Sevgidə, dostluqda, təbiətdəki hər möcüzədəyəm. Səfil həyatınız üçün məni günahlandırmağa dayandırın. Mən sizi heç vaxt günahkar olaraq yaratmamışam. Seks pis deyil, cinsi həyat qadağan deyil. Bunlar sizin sevginizi və coşqunuzu paylaşasınız deyə verdiyim hədiyyələrdir. Mənimlə heç bir əlaqəsi olmayan qədim kitabları əzbərləməyi buraxın. Əgər məni günəşin doğuşunda, bir ananın gözlərində, bir dostun təbəssümündə görə bilmirsinizsə, məni heç bir kitabda da tapa bilməzsiniz. Məndən bağışlanma dilənməyi buraxın. Mən sizə natamamlıqları, arzuları, ziddiyyətləri olan bir ürək verdim və ən önəmlisi, sizə azad iradə verdim. Sizi siz edən nə varsa mən vermişəm. O zaman niyə sizi cəzalandırım? Mən sizi sevirəm. Sizi yandırmaq üçün yox, sevmək üçün yaratmışam. Səhvlərinizlə, zəif tərəflərinizlə, sevincinizlə sizi sevirəm. Heç kimi cənnətə aparmaq üçün yox, burada, bu həyatda yaşasın deyə yaratmışam. Özünüzü kiçiltməyi dayandırın. Mənim varlığımı sübut etməyə çalışmağı dayandırın. Məni tərifləməyin. Məni tərifləməyinizə ehtiyac yoxdur. Mən egomanyak deyiləm. Əgər mənə təşəkkür etmək istəyirsinizsə, o zaman özünüzə yaxşı baxın, dünyanıza yaxşı baxın, insanlara yaxşı davranın. Bu həyat imtahan deyil, bir məşq də deyil, bir mükafat və ya cəza mərhələsi deyil. Bu həyat sizin sahib olduğunuz yeganə reallıqdır. Mənə inanmağı buraxın. Mənim üçün inanmaqdan daha vacib bir şey var: hiss etmək. Bir uşağı qucaqlayarkən, sevdiyiniz birini öpərkən, suya girəndə, musiqi dinləyəndə, məni o anlarda hiss edin. Bax, mən məhz oradayam. Və indi sizə son olaraq bunu soruşuram. Sizə verdiyim həyatı bəyəndinizmi? Onun dadını çıxardınızmı? Sevdinizmi? Öyrəndinizmi? Həqiqətən yaşadınızmı? Cənnətə gələndə sizdən istəyəcəyim tək şey bu olacaq. Və Einstein də belə deyirdi: mən Spinoza'nın tanrısına inanıram. Çünki o tanrı cəhənnəmlə hədələmir, günahlar üçün utanmağa məcbur etmir və həyatı yaşanacaq bir nemət kimi təqdim edir. Və bəlkə də biz illərlə qorxu ilə baxdığımız tanrını əslində təbiətin içindəki səssiz sevgidə axtarmalıydıq. Və bəlkə də ən böyük ibadət bir çiçəyi əzmədən yerimək, bir uşağın qəlbini qırmadan sevmək və özünü bağışlaya bilməkdir. Çünki Tanrı sevgi ilə toxunulan hər yerdədir.